Bir gün küçədə gedirdim, xəlvət bir küçədəydim. Gördüm bir cavan oğlan yorğun, pərişan haldadır. Həyat yorub onu, əldən düşüb. Əldən düşüb deyir, sıxıntı içindədir. Öz-özü ilə danışır, amma Allahla dava eləyir. Allah'a hökm çıxardır, Allah'ı edam eləyir. Öz nəzərində belə yazır. Mən də ruhani libasında keçirəm, dedi məqamdır da, biz də Allahın vəkiliyik axı. Allah'a deyən sözümü böyle bunun müdafiəçisinə deyim. Deyir, gördüm üzünü mənə tutub, Allaha sözlərini deyir, qəzəbli danışır. Mən də deyir, sakit dayanıb baxıram, fəryad elədi, mənə qışqırdı ki, niyə danışmırsan? Ne üçün susmursan? Deyir, sakit dedim ki, anlayıram səni, başa düşürəm. Əvvəl bunu dedim. Bu deyir, duruxdu biraz, sonra öz həyatımdan danışdım. Öz dərdlərimdən danışdım, mən ruhani libasında olan adam. Deyir, gördüm ki, mənim günümü ağlayır. Öz dərdlərimdən danışdım. Gördüm, mənim günümü ağlayır, ağladı, elə ki, aram oldu. Gördüm ki, indi danışmaq olar da bunu. Qışqıran adamla nə danışırsa, onu eşitmirsən. Mən onu aram elədim. Göz yaşı tökdü, aram oldu. Ondan sonra danışdım. Dedim ki, çox bəlalarla rastlaşdım. Amma mən ayaqdan düşmədim, daha da güclü oldum. Dərdlərimdən dərs aldım, öyrəndim. Mən bütlərin əsiri idim, bütlərə əsir olmuşdum, sənin kimi. Bəla zərbələri ilə bütləri qırdım, bütlərin əsarətindən azad oldum. Cəmaatın namərdliyini gördüm, qırıldım onlardan, qopdum onlardan. Sonra öz-özümə dedim, axı, niyə gözləntim var idi ki? Əvvəldən bilərdim, deyir, rahatlandım. Sonra zərbələr çoxaldı, öz-özümə fikirləşdim ki, Allah niyə məni bu qədər yandırır? Niyə məni bu qədər vurur? Məhər mənə düşməndir. Sadə suallar verdi. Məhər mənə düşməndir, məni şeytan üçün yaradıb. Kimsə məcbur eləyib Allahı, nəuzubillah, məni yaratsın. Məni sevmirsə niyə yaradıb? Deyir, mən danışdım, görüm kövrəlib. Kövrəlib, o da kövrəlib, mən də kövrəlmişəm. Deyir, bu başa düşürdü ki, dostuna düşmən olub. Bu başa düşürdü ki, təşəkkür əvəzinə etiraz edir. Mən dedim ona ki, demirəm dərdlərə döz. Dərdlərini təhlil elə. Öz əməllərin nəticəsidir, öz səhvlərini düzəlt. Başqalarından zərbə alırsan, başqalarına çox bağlanma. Başqalarına çox qapanma. Əgər heç birindən deyilsə, onda otur dərs al, dərdlərdən dərs al. Görəcəksən ki, başdan ayağa xeyirdir, başdan ayağa mənfəətdir. Deyir, cəmaat mənə güldükcə özümə daha çox yaxınlaşıram. Özümə daha çox inanıram. Bəlaları özü də hamısı əqli hesablamalar əsasındadır. Bəla ağıl məntiqi ilə izah olunmalıdır ilk növbədə, eşq məntiqi ilə yox. Bəla ağıl məntiqi ilə izah olanda adam bəlanı sevir, başa düşür, ləzzət verməyə başlayır. Deyir, süfrədə oturmuşdum dostumla soğuk.